Günel Mavliyarova, Ruslan Ələkbərov, xoş gördük. Sağ olun. Bu artıq 12-ci podkastımızdır və bugünkü podkastda biz sizinlə marketinq sahəsindən danışacağıq. Sizin həm şirkətinizdə, şirkət daxilində etdiyiniz marketinq kampaniyalar və ümumiyyətlə bazarda olan trendlər və marketinqin gələcəyi haqqında danışacağıq. Hazırsınız? Süper. Buyurun. Danışaq. Çox gözəl. Birinci sual ondan ibarətdir ki, dünya miqyasında marketinqin vəziyyətini qiymətləndirək. Ənənəvi marketinq ölüb, yoxsa hələ də topdadır? Mən 2024-cü il ərzində bu suala cavab vermişəm. Fərqli platformalarda nədirsə bu mövzu bu il çox aktualdır. Məncə ölməyib hələ. Hələ yaşayır, hələ sağdır. Tam razıyam Günellə. Əslində dünya trendinə baxsaq, marketinq çox sürətlə dəyişir. Yəni son statistikaya baxsaq, marketinq son 5 ildə o qədər dəyişib ki, nəinki son 50 ildə. Yəqin ki, izah edə bildim və sualım vardı deyəsən. Nə ilə əsaslandırırsınız? Dəyişib hansı istiqamətdə? Yəni daha sürətlə inkişaf eləyir, daha yeni trendlər gəlir, yeni toollar gəlir, harda ki bizim etdiyimiz işləri dəyişir öz yönün. Bundan sual doğurur ki, bu marketinqi içəridən parçalamırmı, fərqli sahələrə yönəldirmi? Əslində hamısı sonda gəlib bir biznesə bağlanır. Burada yeni bir istiqamətlər yaranır. Misal üçün customer experience, UX UI, digital marketing və burada growth hacking yaranır və s. istiqamət yaranır. Amma sonda bunlar hamısı bir marketinqin ambrelası altında birləşir. Onda marketinqə belə deyək, partnyorlar və yaxud marketinqlə yanaşı digər eyni məqsədə xidmət edən strukturlar yaranır. Strukturlar deməyək də, fərqli kanallar, informasiya ötürməyin üsulları, təcrübən, əslində müştəri ilə ünsiyyət o təkcə vizual hansısa reklamdan ibarət deyil də. Artıq məsələn biraz marketinq reklamdan geniş belə reklam hüdudlarından genişləyib və bütövlükdə müştəri təcrübəsini əhatə eləyir. Yəni tutalım da biz hər hansı bir otelə girəndə onun bir dənə özünə məxsus iyindən başlamış, resepsiyona yaxınlaşıb qeydiyyatdan keçməsinə qədər, otağa müşayiət olunmasına qədər bu experience-dır, yəni müştəri təcrübəsidir. Birbaşa marketinq olmasa da, amma orada marketinqin elementləri də var. Yəni biz bunu təsnifləşdirsək, bu həm marketinqin bir hissəsi də ola bilər. Fərqli, yəni əgər şirkət miqyasında baxırıqsa, fərqli struktur da ola bilər. Amma marketoloqlar bunlara diqqət etməlidirlər. Çünki onlar nəticədə həmin otelin, həmin otağını müştəriyə satırlar da və ona görə holistik, yəni ümumi baxmalıdırlar ki, müştərinin təcrübəsi məhsulla harda başlayır və harda bitir. Yəni bu nöqteyi nəzərdən deyə bilərik ki, kanallarımızın sayı artıb, alətlərimizin sayı artıb. Amma bu o demək deyil ki, ənənəvi kanallar və alətlər artıq aktual deyil. Onlar da hələ də aktualdır, amma onların da bir növ uzantıları yaranıb da. Məsələn, televiziyada izlədiyiniz bir verilişi istənilən vaxtda YouTube-da da baxa bilərsiniz və bir çox adam vaxta görə, məsələn, əgər televiziyada baxmağı çatdırmırsa, mütləq ona YouTube-da baxır. Shortslarına baxır, TikTok-da hansısa xüsusi məqamlarına baxır və s. və bu şəkildə məlumatlı olur. Yəni, amma televiziya industriyası yox oldu mu? Xeyr, olmadı. Amma televiziya industriyasının rəqibləri varmı? Hə, əlbəttə var. Bu həm də streaming platformalardır da, Netflix-lərdir, nə bilim, Apple TV-lərdir və s. Yəni, necə ki, podkastlar yarananda radioların aktuallığı itmədi, eyni şəkildə də digital media yaranandan televiziyanın aktuallığı itməyib. Amma fərqli kontekstdə baxılır. Hə. Əslində statistikaya görə artıq digital marketinqin dünya üzrə büdcəsi 700 milyarda çatacaq 2025-ci ildə və bu demək olar ki, geometrik proqressiya artan bir büdcədir. Təbii ki, büdcə olaraq digital marketinq
ənənəvi marketinqi çox qabaqlayır, amma bunların integrated işləməsi, Günelin dediyi kimi integrated işləməsi çox yaxşı nəticələr verir. Belə qeyd edə bilərik ki, marketinq hal-hazırda bir fırtınanın ortasındadır. Özünüz də qeyd elədiniz, 5 il ərzində çox sürətlə dəyişib. Marketinqin ortasında da belə deyək, bizim yekun istifadəçi müştərimizdir. Müştəri necə dəyişib? Həmin o yekun istifadəçi necə dəyişib? Onun gözləntilərimi, davranışlarımı və bu tendensiyaların prizmasından baxanda o necə dəyişib? İndi kim kimə təsir edib, o da mənim üçün maraqlıdır. Trendlər, tendensiyalar müştərinin davranışında, yoxsa əks şəkildə? O əslində ikili prosesdir və ümumiyyətlə müştəri tələbləri də, yəni standartlar onlar eyni leveldə heç vaxt qalmır, eyni səviyyədə. Tutalım 10 il əvvəl müştərinin telefondan olan tələbi bir başqa idi, amma bu gün müştərinin telefon istifadəsindən olan gözləntisi başqadır. Təkcə telefon istənilən sahədə də artıq məsələn qlobal leveldə elə platformalar var ki, elə alətlər var ki, UX-i o qədər rahat, UI, UX-i o qədər rahatdır ki və bunu qlobal olaraq yəni hər bir müştəri istifadə edir. Bu istənilən şəkildə, yəni bu və digər formada artıq bizim məhsullara da təsir edir. Əgər biz hansısa digital servis təklif eləyiriksə, gözlənti yaranır ki, o WhatsApp qədər rahat olsun. Və yaxud da məsələn də biz bir bank misalında deyim, bizim bir bankda storylər var idi. Biz onu ilk gətirəndə onlar yumru storylər şəklində idi. Yumru storylər də bizim Instagramda görməyə öyrəşdiyimiz storylər idi. Onların click rate çox yaxşı, həm yenilik olduğuna görə yaxşı idi. Amma tədricən birinci səhifə adaptasiya oldu, dəyişdi, storylərin forması dəyişdi, oldu dördbucaq. Onların click rate biraz düşdü aşağı, yəni formadan da asılılığı var. Biz indi təkrar onu yumru formaya gətirmişik, yəni fərq hiss olunur. Yəni çünki öyrəşiblər, insanlar bəzi təcrübələrə artıq öyrəşirlər və əgər o bənzər bir şey görürlərsə, o bənzər bir şeyin də həmin keyfiyyətdə, həmin səviyyədə olmağını istəyirlər. Və ümumiyyətlə məncə bütün industriyaları, smartfonlar, yəni AI-lar və s. yəni çox dəyişir və dəyişməyə davam eləyir. O barədə danışacağıq əlbəttə ki. Əslində sən bayaq verdiyin suala ki, nə dəyişdi, trendlər dəyişdi və Günelin dediyi o example çox yaxşı example-da. Artıq analitik toollar var ki, artıq ölçə bilirlər ki, nə maraqlı deyil, nə maraqlıdır müştərilərə. Bunun üçün metrikalar var, bunun üçün analitik toollar var, bunun üçün web viewerlar var ki, artıq biz marketoloqlar bunu ölçürük və bu da user experience-ə təsir göstərir. Razıyam. Sizdən Paşa Həyatın müştərisi o necə dəyişib? Yəni bu yeniliklərlə bağlı, yoxsa orada biraz fərqli belə deyək yanaşmadır? Çünki çox həssas məhsul olduğuna görə bunu soruşmaq istəyirəm. Çox maraqlı sualdır. Paşa Həyatın müştərisi artıq tələbkar müştəridir. Əgər bütün dünyaya baxsaq, dünyada sığorta sektoru konservativ bir biznesdir də. Misal üçün biz bu yaxınlarda Günellə olduq Koreyada. Oradakı sığorta şirkətlərindən görüşdüm. Çox istəyirdim ki, onlardan qopardım bir o volşebni palaçkanı qoparda bilmədim. Çünki hər yerdə konservativdir bu. Amma bir Paşa Həyatı müştəriləri artıq tələbkardır. Paşa Həyatı müştəriləri artıq ofisə getmək istəmir. Paşa Həyatı müştəriləri artıq hansısa bir filiala getmək istəmir. Hər şeyi mobile first prinsipi ilə mobildə eləmək istəyir. Ən pis halda webdə eləmək istəyir, yəni digitalda eləmək istəyir. Artıq buna görə də Paşa Həyatı müştəriləri nəinki onboarding prosesini mobildə eləyə bilərlər, həm də after sales servisi end-to-end mobildə eləyə bilərlər. Nəzərə alsaq ki, sizin müştəriləriniz təkcə gənclər, gənc kateqoriya yox, hətta yaşı, yəni 40-50-dən də yuxarı olanlardır. Onların rəqəmsal alətlərə uyğunlaşması bu da ayrıca bir maraqlı bir storydir. Əslində çox yaxşı sualdır. Həmişə bizim PO-larımız falan danışanda deyirlər ki, bu segment başqa segmentdir, bu yaşlı segmentdir, bu işlətməz bizim digital toollarımızı, amma biz baxırıq ki, bizim evdəki valideynlərimiz artıq otururlar WhatsApp-da, mənim valideynim bir bankda pul köçürmələri eləyir, nə bilim, kommunal ödənişlərini eləyir. Hər şey artıq yəni valideynlər də artıq Zoom-la dərs keçir, mənim anam müəllimədir, Zoom-la dərs keçir. Yəni artıq onlar da digital keçirlər. Bu istər-istəməz tendensiya onlara da təsir göstərir. Mən hətta Ruslanın sözünə dəstək olaraq biz özümüz rəqəmsal bankçılığı çox təbliğ etdiyimiz üçün həm də müştərilərdən də soruşmuşuq.
Yəni biz başa düşmək hələ 2016-da biz 2016-dan müştərilərdən soruşmuşuq ki, siz rəqəmsalla münasibətiniz necədir? Ümumiyyətlə Necədir responatlar görəsən? Və maraqlısı odur ki, hamının münasibəti müsbətdir. Hamının yaşından asılı olmayaraq və rəqəmsal yeniliklərə sevinirlər və yaxşı baxırlar və hamısı deyir ki, işlədərdim. Deməli, əgər müştəri rəqəmsalda baş verən yeniliklərə açıqdırsa və əgər bunu istifadə eləmirsə, deməli problem özümüzdədir ki, biz onu kifayət qədər rahat eləməmişik müştəri üçün. Yəni əslində onun UX-i, UI üzərində kifayət qədər çox işləsək, daimi metrikalara baxsaq, məsələn, niyə görə burada istifadə eləmədiniz, amma burada elədiniz. Bu sualları müştəriyə versək, özümüz də təkmilləşə. Yəni təbii və native deyirlər də, ümumi davranışa nativ olan hər bir şey çox rahat mənimsənir. Amma bir şeyi ki, siz məsələn yad bir element kimi qoyursunuzsa, o mənimsənmir. Nə qədər də siz ona pul töksəz, o mənimsənməyəcək. Amma o məsələn təbiətən müştərinin gündəlik həyatına oturursa, o halda və bunun benefitini, faydasını müştəri görürsə, o halda o istifadə etməyə başlayır. Bəli. Təbii ki, outlayerlər var, onları biz saymırıq, o kiçik bir hissədir. Hansısa laggerlər həmişə olur ki, qətiyyən istifadə eləməyəcək. Amma belə ümumiyyətlə günəldiyən kimi, bəli, bizdən asılıdır. Bəli, researchlar da göstərir ki, müştərilər buna çox açıqdır. Okey, lokal bazardan danışırıq, davam edirik. Bizim marketinq strategiyalarımız, yəni bizim şirkətlərinin, fintech şirkətlərindən düşünək də, yəni onların marketinq strategiyaları qlobal partnyorların, qlobal şirkətlərlə müqayisədə özəlliyi nədir, oxşarlığı nədir? Varmı belə bir müqayisələr aparırsınızmı? Orada nə trenddədir, amma bizdə bu ya trenddə düşmür və yaxud bunu adaptasiya etmək lazımdır. Belə bir fərqləri görürsünüzmü? Yəni əslində sual ümumi sualdır. Hə, cavab ver. Əslində dünya və Azərbaycan marketinq actionları çox da fərqlənmir. Sadəcə burada bir cultural tərəf var ki, bunu uyğunlaşdırıb Azərbaycanda da tətbiq eləmək olur. Mən inanmıram ki, biz baxırıq, günlə birlikdə baxırıq ki, dünyada olan bütün toollardan demək olar ki, biz istifadə edirik. Bu olsun hansısa bir email marketinq olsun, bu olsun hansısa analitik toollar olsun, bu olsun remarketing toolları olsun ki, pluginlərdir, biz qoşuruq. Bu sizin back tərəfdə olan bir şeylərdir. Amma marketinq kampaniyaları deyək, yanaşmalar deyək ki, birbaşa müştəriyə toxunur və göz qabağındadır. Bax, onların fərqini bilmək istəyirəm ki, orada nə işləyir, bizdə nə işləyir və yaxud fərqi nədir onlar? Biznesdən çox şey asılıdır. Bizneslər var ki, misal üçün insurance biznesinə baxsaq, dünyada bu insurance biznesinin kommunikasiyası iki yerə bölünür. Bəzi ölkələr insuransı daha çox sentimental kommunikasiya edirlər, bəzi ölkələr insuransı xoşbəxt ailə formatında kommunikasiya edirlər. Misal üçün Avropada bu daha çox xoşbəxt ailədir, amma Türkiyədə, Asiyada bu daha çox sentimental bir obrazda təqdim olunur. Niyə? Çünki İnsanları bunu istəyirlər. Misal üçün biz artıq özümüz də bayaqlar sual verdik customer experience tərəfindən. Customer experience-in əsas hissəsindən biri də customer development-dır da. Yəni müştərinin istəyin, pain point-unu öyrənirsən, ona görə ona bir şey təqdim edirsən. O cümlədən artıq biz onu implementasiya edirik həm də marketinqə. Biz baxırıq ki, insanların sensitive pointləri nədir ki, biz həmin mesajlardan istifadə eləyək və onun communication kanalı harda baxır buna? TikTokdanmı, Instagramdanmı və s. Onun istəyinə uyğun, həmin segmentin istəyinə uyğun və almaq istədiyi kanaldan uyğun biz olaraq kommunikasiya edirik artıq. Növbəti sualım yenə də ikincə ünvanlanıb. Marketinq dedikdə bu daha çox müştərinin cəlb olunması və maarifləndirməsidir, yoxsa ilk toxunuşdan onun loyal müştəriyə çevrilməsinə gedən bir yoldur? Bunu ayırmaq olmazdı. Yəni müştərinin məhsulla ünsiyyətini belə deyək də, reklamı göstərdim, klik elədi,
sifarişə keçdi, orada marketinqin işi bitdi demək olmaz. Çünki bunların hamısının, məsələn, acquisition-ıdır, activation-ıdır, engagement-ıdır, churn management-ıdır. Bu hissələrin hər birində marketinq var və aktiv roldadır. Ona görə mən ayırmazdım. Əlbəttə ki, bir mərhələyə qədər marketinqdir, ondan sonraki mərhələ artıq məhsulla təcrübədir. Amma yəni bu indi bizim strukturlarda PO-lar var da, məhsul sahibləri var. Məhsul sahibinin işlədiyi əsas belə deyək də komandasında əsas əməkdaşlardan biri də product marketinqlərdir. Yəni bu belə deyək də bu komanda, bu cütlük çox yaxşı bir yerdə işləməlidir ki, o ümumi biznesin uğuruna təsir eləsin. Yəni hərəsi öz tərəfini ayrı-ayrılıqda işləsə, nəticə yaxşı olmayacaq. Çünki bunlar bir-birinə belə bağlıdır. Ona görə də məsələn o birinci sualda dediyiniz var idi. Biz əslində marketinq o qədər genişdir ki, onu sırf belə dar istiqamətdə yəni təsnifləyə bilmirik də. O təcrübəyə və müştəri ilə ünsiyyətə daxil olan bir çox sahələr var ki, orada marketinqində toxunuşu var. Amma fərqli tərzdə konstatasiya oluna bilər. Yəni bir qurum onu bir cür eləyər, fərqli təşkilat başqa cür eləyər. Yəni orada iterasiyalar ola bilər, amma ümumilikdə uğurlu marketoloq məncə məhsul tərəfini də başa düşməlidir, müştəri tərəfini mütləq başa düşməlidir və müştərinin keçdiyi o təcrübəni də öyrənməlidir, bilməlidir. Əlbəttə ki, metrikalarına da baxmalıdır. Bundan sual doğurur, Ruslan sizə verəcəm. Customer journey bu marketinqin ayrılmaz bir hissəsidir, yoxsa artıq fərqli bir biznes istiqamət kimidir? Ümumiyyətlə, görənin cavabının davamı olaraq deyim ki, ümumiyyətlə marketing funnel var da, başlayır awareness-dan, keçir interest-ə, keçir consideration-a, keçir conversion-a və keçir retention. 5 dənə pilləli bir funnel var. Customer journey biz ona deyirik. Customer journey ona demirik. Onun bir hissəsidir. Customer journey ona demirik. Bu sadəcə marketing tərəfini, müştərini izləyən bir funneldir. Yəni bu funnela görə content də dəyişə bilər. Yəni interest-də verdiyin mesaj awareness-a aid deyil və ya retention-da verdiyin mesaj awareness-a aid olmaya bilər. Bunların communication contenti də başqa olmalıdır. Birində blog olacaq, birində testimonial olacaq, birində Facebook post olacaq və s. Customer journey gəldikdə bu marketinqin bir hissəsidir və ya biznes yox. Biznesə baxsaq, biznesi 3 yerə bölsək, gəlin belə baxaq. Marketinq hardakı mən dediyim funnelın 3 tərəfini cover eləyir. Awareness, interest, consideration. Bunu marketinq tərəfi cover elədi. Artıq conversion-a keçmək, bu daha çox satışa meyilli bir şeydir. Artıq oradan perixod olur satışa. Satış bu müştərini convert eləyir müştəriyə. Potensial müştərini çevirir müştəriyə. Digər retention tərəfi isə artıq biznes gəlir. Bəyə dedik ki, məhsul tərəfi. Biznes gəlir ortaya. Burada artıq müştəri xidmətləri var, müştəri ilə əlaqələr var. Harda ki, onlar çalışmalıdırlar ki, müştərini saxlasınlar özlərində. Amma bu bütün chain-ə, bütün bu journey-ə təbii ki, marketinq monitoring eləyir. Amma cavab etmir. Və birbaşa iştirak eləyir. Bəli. Customer experience-a yox. Əgər yəni indiki şeylə baxsaq, təsnifatla baxsaq, müştəri təcrübəsi marketinqin birbaşa altında deyil. Yəni siz struktur olaraq soruşursunuz. Biznes fəaliyyət olaraq da nə qədər kəsişir mənə o maraqlıdır. Çox kəsişir. Çünki bax məsələn əvvələ qayıtsaq, qabaq var idi araşdırma. Tutalım. Araşdırma həmişə marketinqin bazar araşdırması marketinqin tərkib hissəsidir. Amma bazar araşdırması da yerində durmur baxı. Var ümumi bazar araşdırması, var customer development, yəni müştəri ilə zənglər, fokus qruplar və s. Yəni məhsul öncəsi araşdırmalar var, məhsul sonrası araşdırmalar var. Müştərinin preferensləri var, yəni seçimləri var, nəyi harda, nəyi necə seçmək istəyir, onun profili var və s. Bu müştəri profili və müştəri related olduğuna görə bu marketinqdən ayrıla bilmir. Çünki marketinq həmin müştərini adres eləyir, yəni fəaliyyətini həmin müştəriyə ünvanlayır. Ona görə marketinq çox yaxşı bilməlidir ki, kimə mesajı ünvanlayır. Bugün sadəcə olaraq sahələr o qədər genişləyir ki, onu bir ad altında saxlamaq
mümkün deyil də. Yəni o boyda universal adam yəqin ki ola bilər, var, amma o da ancaq leadership levelında olacaq da, dərininə yəqin İcraçı ki, olmayacaq. dərininə ekspertiza olmayacaq. Ona görə də dərininə ekspertizanı əldə etmək üçün hər sahə üzrə öz mütəxəssisi yetişir. Amma məsələn, marketoloq gedib user experience-la məşğul ola bilərmi? O sualın cavabı bəlidir, ola bilər. Çünki onun artıq müştəri ilə ünsiyyət bacarığı, təcrübəsi, necə deyirlər, intuisiyası da var da. Yəni o bilir ki, bu müştəri ilə necə rəftar eləmək lazımdır. Onun üstünə də biraz hard skill-lar da gəlir, teoriyanı da öyrənir, nəzəriyyəni və rahatlıqla o tərəfi də cover eləyə bilir. Bir də əlavə eləyim, bizim şirkətdə biraz fərqlidir marketinq strukturu. Artıq bizdə marketinq departamenti biz soyudur. Soyunun altında 3 stream var. Marketinq streami, UX UI streami və CX streami. Artıq customer experience-da marketinq timi ilə collaboration-da işləyir. Bizdə məsələn elə deyil, amma bizdə də o marketinq idarəsinin, ofisinin içindədir də, tutalım. Çünki bizdə bank kifayət qədər böyükdür, istiqamətlər, məhsullar və s. böyükdür. Onu bir strukturda saxlamaq mümkün deyil də. Yəni ona görə də bizdə kommunikasiyalar, PR və s. o tərəfi var. Həmçinin də user experience ayrıca stream olaraq bir ofisin içindədir və eyni şəkildə də UI, UX və research də bir streamdir. Növbəti suala keçirik. Bəyanları qeyd elədiniz ki, həm onlayn, həm offlayn müştəri təcrübələri mövcuddur. Bu barədə danışmaq istərdik. Hansı onlayn və offlayn müştəri təcrübəsi, hansı şirkətinizdə daha çoxdur, hansı üstünlük təşkil edir və gələcəkdə hansı istiqamətdə bu dəyişəcək, hansılar daha çox olacaq, hansılar daha azalacaq? Bu barədə həm Kapital Bankın, həm Paşa Həyatın təcrübəsi və statistikası maraqlı olar. Bizdə artıq onlayn müştəri təcrübəsi daha çoxdur. Çünki bildiyiniz kimi bizim sales pointlarımız yoxdur. Bizim sales pointlarımız agentlərimizdir, banklardır və s. Ona görə bizim əsas satış nöqtəmiz direktdir və bu da bildiyiniz kimi onlayndır və biz çalışırıq ki, bütün bu online journey, customer journey hər dəfə oradakı dəyişikliklərimizi eləyək. Çünki bunu izləyirik, bunu həm şikayətlərlə baxırıq, bunu həm analitik toollarla baxırıq və baxırıq ki, harda müştəri misal üçün drop-off oldu, drop-off olmanın səbəbi nə idi, səbəbi bizdə idisə biz onu düzəldirik, dərhal müştəri ilə kommunikasiya keçirik ki, nə problem oldu. O deyə bilər ki, yalnız prosta baxmaq istədim sizin sisteminizə. Belə hallar da olur Günel. Baxmaq istədim, ölçmək istədim ki, sonda alacağım məsəl üçün məbləğ nə olacaq, ona baxmaq istəyirdim. Baxdım, mənim üçün kifayət idi, çıxdım. Yəni biz əmin olaq ki, drop-off'un səbəbi bizim toolumuzun zəif olması deyil. Zəif olması da ola bilər, çünki inkişaf hər zaman lazımdır. Zəif olduğu halda onu düzəldirik ki, daha da uyğun olsun. Bəs Kapital Bankın təcrübəsində, yəni nəzərə alaq ki, Kapital Bankın kifayət qədər filialları çoxdur və bunlar fiziki xidmət göstərirlər. Orada təcrübə, picture necədir ümumiyyətlə? Ümumi satış göstəricilərinə baxsaq, satışların təxminən 50%-ə yaxını onlayndır. Yəni amma bu o demək deyil ki, bizim filiala daha az müştəri daxil olur. Bunun fərqli səbəbləri var, amma hal-hazırda məsələn bu gün bir bank istifadəçilərinin ümumi sayı aktiv istifadəçi, yəni maliyyə tranzaksiyası əməliyyatı edən müştəriləri deyirəm, 3 milyon yarımın üstüdür, 3 milyon yarıma yaxındır. Maliyyə əməliyyatı etməyənləri də götürsək 4 milyonun üstüdür. Yəni ƏDV çekini skan eləyir, kartdan karta pul atır, nəsə bu belə şeylər, amma maliyyə əməliyyatı etmir. Yəni bunları nəzərə alsaq, bu bazar ümumi, yəni bazar payının 60%-ə yaxınıdır. Yəni 10 milyon əhalinin təxminən 7 milyonu işləyir, 18-60 yaş arası olan əhali qrupudur və bu qrupda 7 milyonun da 4 milyonu bizdədir və aktivdir, istifadə edir. Yəni tendensiya, trend əlbəttə ki, rəqəmsala doğru gedir. Amma bu o deməkdirmi ki, biz filialları ləğv edəcəyik? Yəqin ki, yox. Çünki orada da görürük ki, müştəri ehtiyacları var, tələbatı var. Amma
Bu filiallara bizim münasibətin fərqləndirilməsini tələb eləyəcək. Yəni eləyir də hal-hazırda biz CX layihəsindəyik. Yəni filialda müştərinin təcrübəsinin optimallaşdırması, daha yaxşı olması və s. bu istiqamətdə yəni konkret layihə gedir bankda. Və biraz digital konseptə doğru getmək istəyirik ki, müştəri ümumiyyətlə filiala gəlmək istəməsin. Amma hər hansı səbəbdən gəlirsə biz ona rəqəmsal yolunu da öyrədək, amma xidmətini də göstərək. Çünki elə müştərilər var ki, insanların ehtiyacları fərqlidir də, xüsusilə də maliyyə sektorunda insan pulla bağlı olan məsələləri bir çox hallarda hansısa ekspertdən eşitmək istəyir. Yəni o demək deyil ki, o onu girib bir bankdan məsələn kredit götürə bilməz. Ola bilər ki, götürə bilər. Amma o tərcih edir ki, o yaxınlaşsın, sualını versin, ona şifahi olaraq izah olunsun. Yəni əlbəttə ki, onlaynda da biz lazımi müşayiəti edirik müştəri ilə. Amma tələblər fərqlidir, müştəri istəkləri fərqlidir. Ona görə də yəni 120 filialımız var. Azaltmaq fikrimiz hələ ki yox. Belə deyək də, onda belə çıxır ki, fiziki müştəri xidmətlərinin xərci onlayn müştəri xidmətinin xərcindən daha çoxdur. Əlbəttə, əlbəttə. Və sizin məqsədlərdən biri oldu ki, müştəriləri daha çox onlayna keçirdərək burada da qənaət etməkdir. Yəni əslində Kapital Bankın bu səbəblərdən biridir, əlbəttə ki. Amma burada biraz sosial məsuliyyət də var. Yəni bizim bank sistem əhəmiyyətli banklardan biridir. Sistem əhəmiyyətli bank nə deməkdir? Sosial kartlar, təqaüdlər, maaşlar, müavinətlər və s. onlar bizim bank vasitəsilə əsasən müştərilərə verilir. Və DSMF-la da xeyli işlər görülür ki, məsələn bu bir dəfəlik ödənişləri məsələn bir banka keçirdək, həm digital təklif eləyək, həm filialda təklif eləyək. Bu bir tərəfdir. Yəni biz ona görə də bu filial saylarına həssas yanaşırıq ki, hər bir regionda, hər bir tələbata uyğun müştəri Kapital Bank filialını tapa bilsin, girib xidmətini ala bilsin. Digər tərəfdən də rəqəmsallaşmanın da sosial məsuliyyəti var. Çünki biz bank xidmətlərinin əl çatanlığını təmin etmək istəyirik. Yəni rəqəmsallaşmanın iki böyük sosial məsuliyyəti var. Biri ekoloji impactdır. Yəni ekologiyaya birbaşa təsirdir. Çünki kağız israfı, karbon footprint və s. yəni bu mövzulara birbaşa təsir eləyir. İkincisi isə maliyyə əlçatanlığı və maliyyə savadlılığının artırılması ki, məsələn, hər hansı bir kənddə belə, əgər internetə bağlantısı varsa, insan maliyyə xidmətlərini əldə edə bilsin. Yəni onun qarşısını kəsən heç bir maneə olmasın, yerindəcə, anındaca. Korporativ sosial məsuliyyətə toxundunuz. Burada bir yadıma gəldi ki, həm izləyirik, həm Kapital Bankın, həm Paşa Həyatın xeyli uzun müddətdir ki, fərqli sosial yönümlü yəni video çarxları hazırlanır. Bu duyğusal storytelling deyə bilərik də buna. Bu maliyyə sektoru üçün nə qədər uğurlu bir strategiyadır. Yəni fintech üçün duyğusal storytelling. Bu yenə də KSM ilə bağlıdır, yoxsa sizin məhsulu bu şəkildə təqdim etmə yanaşmanızla? Mən bayaq əslində buna biraz cavab verdim. Hardakı sortada iki istiqamət var, amma KSM-də biraz fərqlidir. KSM artıq marketinqin çox əsas bir hissəsinə ibarət. Çünki artıq dünyada ethical marketing deyilən bir şey anlam var da. Artıq insanlar elə bir marketing kommunikasiyası istəyirlər ki, onun alt yazısı olmasın. Konkret insanın istədiyi suala cavab verəsən. Həm də şirkətlər daha çox corporate social responsible olsunlar. Misal üçün belə şirkətlərdən biri dünyada Toyota'dır. Toyota misal üçün Yaponiyada etdiyi CSR-lar çox böyükdür və bəzən Toyota'nın krizis dövrlərində insanlar ayağa qalxırdılar ki, bu şirkətə biz dəstək olacağıq. Yəni artıq şirkət. Amma o Yaponiyanın culture mədəniyyəti ilə də bağlı bir məsələ. O da var təbii ki. Amma bunun əsasında Toyota'nın CSR-da etdiyi aktivitələridir. O da var, düzdür. Amma yəni o şərq mədəniyyətində Koreyada da həmçinin öz yerli şirkətlərinə, yerli
belə deyək də, uğurlarına, bizneslarına insanlar çox dəstək olur, çox inanır. Yəni bu həm də mədəniyyətə bağlı bir şeydir. Amma artıq yeni nəsil gəlir. Yəni nəsildən nəsilə bu korporativ sosial məsuliyyətə münasibət dəyişir və əslində brendlər də, şirkətlər də ona görə də məsələn o ethical məsələyə artıq diqqət yetirir. Avropada, Amerikada bu biraz daha qabarıqdır. Azərbaycanda hələ o qədər deyil. Yəni biz özümüz məsələn müştərilərimizdən mütəmadi olaraq soruşuruq da, hansı məqamlar vacibdir onlar üçün. Hələ ki CSR, yəni korporativ sosial məsuliyyət ilk sıralarda durmur, amma məsələn liderlik, yəni brendin lider mövqedə olmağı, hamı tərəfindən istifadə olunmağı o bizim müştəri üçün vacib kriteriyalardan biridir. Amma bu həmçinin də o deməkdir ki, yeni nəsil də gəlir, Z nəsli. Onlar üçün artıq bu sosial məsuliyyət layihələri əhəmiyyət kəsb eləyir və məsələn biz özümüz yeni ildə həm müştərilər üçün storylər çıxardırıq ki, bir bankla nə qədər məsələn ağaca qənaət etmiş oldu müştəri, nə qədər, yəni bir bankda əməliyyat etməklə il ərzində nə qədər israfın qarşısını almış oldu və biz görürük ki, müəyyən yaş kateqoriyasında olan müştərilər daha gənc, onlar bunu paylaşırlar. Bu kontent onların xoşuna gəlir. Yəni məsələn indi mənim yaşımda olan müştəri kateqoriyası üçün bəlkə də bu hələ ki böyük əhəmiyyət, seçim kriteriyası deyil, amma biraz daha gənclər üçün bu artıq seçim kriteriyalarından birinə çevrilir. Və gələcəkdə də çevriləcək. Çünki Avropa, yəni fərqli ölkələrdən də onu görürük ki, brendin özünün mövqeyi olmalıdır. Brendin özünün dəstəklədiyi bir korporativ sosial fəaliyyət növü olmalıdır və bu duruş da müştərilərin seçim kriteriyalarından biridir. Əlavə etmək istədiyiniz bir şey? Mən tamamilə razıyam. Siz müasir marketinq və kommunikasiya kanalları barədə toxundunuz və maraqlıdır ki, sosial şəbəkələr, influencerlarla işləmək, bu maarifləndirici reelslərin çəkilməsi, korporativ mədəniyyətinin hətta sosial şəbəkədə paylaşılması, yəni şirkətləriniz tərəfindən bu alətləri necə istifadə edirsiniz və necə dəstək verir? Sizin müştəri ilə, potensial müştəri ilə danışmaq üçün necə dəstək verirsiniz şirkətinizə? Yəni əslində bunlar olmazsa olmaz artıq alətlərə çeviriblər. Mobile first prinsipi ilə, yəni bizim bütün demək kommunikasiyamız həm social media ilə artıq tendensiya dəyişir. Artıq voice search-lər gəlir. Artıq Gartner'ın statistikasına görə 25-ci ildə artıq 50% axtarışlar voice search-lə olacaq, təsəvvür edirsiniz. Və biz hələ buna hazırıq, hələ hazır deyilik də, çox şirkətlər də hazır deyil. Yəni bu da bizim üçün bir challenge-dir ki, artıq voice search-lərimizi hazırlamalıyıq ki, bir ildən sonra, 2 ildən sonra bizi search engine optimizationlar bizi tapmayacaqlar. Yəni buna hazır olmalıyıq. Amma ümumi marketinq kanallarına baxsaq, biz demək olar ki, onlayn və offlayn bütün kanallarda varıq. Çünki segmentlərimiz fərqlidir. Hər segmentin öz prefer etdiyi bir communication kanalı var. Bayaq dediyim kimi, hər özləri istəyirlər ki, hansı kontent mənim problemimi həll edəcək. Artıq müştəri maraqlı deyil ki, sən mənə göstərirsən. Sən mənə onu göstər ki, bu mənim problemimi həll eləyir. Ona hiperpersonalizasiya deyirlər də, hyperpersonalization deyirlər də. Artıq bunu eləyə bilirsənsə, çox qabadasan. İndi dünyada bunu çox az şirkətlər eləyə bilirlər. Ən populyarları Netflix, Amazondur ki, hansı ki hyperpersonalization eləyə bilirlər. Amma tendensiya buna gedir. Xüsusən də paşa həyatda məncə bu çox həssas mövzudur ki, yəni siz kommunikasiyada çox diqqətli olmalısınız. Çünki sizin məhsulunuz həyat sığortası ilə bağlıdır və orada siz yumordan və digər belə crazy ideyalardan istifadə etməkdə biraz ehtiyatlı olmalısınız. Yoxsa varmı dünyada belə кейslər ki, hətta həyat sığortasını daha yumor şəklində necəsə təbliğ etsin və maarifləndirmə baxımından, yəni satış yox, sırf maarifləndirmə baxımından yumorun yeri varmı, yoxsa hələ ki bizim auditoriya bunu tezdən alınır? Yaxşı sualdır. Belə biraz teaser verim ki, bizim artıq 2 dənə
yumor formatda bir videolarımız hazırdır. Biz onu yəqin ki yeni ildə buraxacağıq. Deməzdim ki, bu əsas odur ki, maarifləndirir. İnsanlar başa düşsünlər ki, bu nə üçündür. Bunu sən yumorla eləyəsən, yoxsa bunu hansısa bir sentimental bir video eləyəcəksən, artıq o qalıb sənin öz strategiyan var. Biz bunu yoxlayacağıq. Mən özüm görmüşəm artıq o videonu və ümid edirəm yox, əminəm ki, daha da tutarlı olacaq, bəli. Ruslan, bayaqları toxundunuz ki, yeni sizin video roliklarınız olacaq yeni ildə. Burada demək istəyirəm ki, təcrübənizdə hər hansı bir uğursuz marketinq kampaniyaları olubmu? Həmçinin Kapital Bankda bunlar, gəlin xatırlayaq onları əgər olubsa və hansı dərs, lesson çıxarmısınız həmin bu aktivitelərdən? Yenə danışaq bu storylərdən. Əslində o qədər olub ki, yəni əslində marketinq kampaniyasının uğursuz olmasının bir neçə səbəbi var da. Bu elementar düzgün targeting olmamasıdır, timingdir, düzgün vaxtda çıxmamısan, segmentasiya fərqli olub. Mənə görə faillərin əsas səbəbi marketinq kampaniyasından öncə uyğun olmayan məhsullardır. Məsəl üçün bir neçə il əvvəllər bizim indi məhsul yaratmaq prosedurumuz tamamilə başqadır. Artıq biz custom eləyirik, customer development metodologiyasını istifadə eləyirik, müştərilərin yanına gedirik, onların pain point öyrənirik və düzəldirik. Amma əvvəllər belə deyildi. Əvvəllər necə yaradırdıq məhsulları? Məncə bunu Zaur alar. Çünki əla məhsuldur. Mən Amerikada bu var, partladır Amerikada. O ki biz düşünmürük ki, Amerika alıcısı başqadır, biz başqayıq və biz bu məhsulları buraxırdıq və bu məhsulların da birində çox böyük bir marketinq kampaniyası eləmişdi. Mənə görə çox qəşəng bir kampaniya idi, amma açıqlayaq da, yoxsa açıqlaya bilərik. Yəni burada Ailəmin Paşa güvənliyi bir məhsul buraxmışdıq. Onun üçün bir çox böyük marketinq kampaniyası eləmişdi. Yəni səhvimiz də nədən ibarət idi? İndi biz nəsə eləyəndə inkremental marketinq eləyirik də, nəsə bir kiçik bir şey eləyirik, görürük ki, bazarda bir buna maraq var, sonra onu scale up eləyirik, böyüdürük. Amma o vaxt necə eləyirdik? Hər şey hazır olsun, 360 marketinq hazır olsun, sonra launch eləyək məhsulu, çıxaq bazara. Məhsul var, launch elədik sinemalarda, TV-lərdə, radiolarda, hər şeylərdə. Amma uğursuz oldu. Yəni bu bizim üçün çox böyük lesson learned-dür və lesson learned-ümüz də varmı? Bəli, var. Artıq biz məhsul yaratmamızda fərqli yanaşma ilə gedirik. Marketinq kampaniyalarında fərqli yanaşma ilə gedirik. İnkremental marketinqə çox böyük önəm veririk. A/B testing çox vacibdir bizim üçün artıq. Yəni bu tip şeyləri artıq biz nəzərə alırıq. İnkremental marketinq dediyəndə bu agile yanaşması burada üst-üstə düşür deməli. Əslində agile, digər adı agile marketinq. Super. Kapital Bankın hər hansı bir kampaniyalar olubmu? Satış nöqteyi nəzərdən deməzdim. Biz məsələn olub hansısa məhsullar ki, hansını ki dövriyyədən çıxartmışıq və s. amma o birbaşa satışa bağlı bir şey olmayıbdır. Məsələn, optimizasiya eləmişik, nəyisə bir banka gətirmişik, onu çıxartmışıq. Yəni üzərində işləmişik. Müzakirə olunan kampaniya demək istəyirəm ki, müştəri bazar bunu görüb və buna bir neqativ reaksiya verir. Belə bir texniki faillər yox. Bizdə əslində bilmirəm bu nə dərəcədə uyğun olur, amma bir case olmuşdu. Bir case olmayıb, bir neçə case olub. Deməli, futbol nə idi? Çempionat idi, yəni nə idisə belə bir şey idi. 19, 18, nə vaxt olur futbollar? 18 idi deyəsəm. Biz də bir dənə taksit kartına dedik, çempionat related bir dənə reklam çəkək taksit kartı üçün. Gözləmədiyimiz tərəfdən oldu əslində reaksiya və rolikin, yəni reklam filminin məğzi o idi ki, ər-arvaddır, oğlan futbola baxmaq istəyir. Qadın isə bütün mümkün vasitələrlə ona mane olmaq istəyir. Çünki futbolu istəmir baxsın. Axırda oğlan ona bir kartı verir, qız gedir özünə başqa televizor alır, gəlir taksitlə də. Yəni budur reklamın məğzi. Oğlan da qız gedəndə kartı verir ki, get shopping elə, oturub öz futboluna baxır. Və ya hər şey yaxşı gedirdi. Bir gecə saat, bilmirəm, 12-1 arası, ya 1-2 arası feministlər gəldi. Yadımdadır.
Hə, feministlər gəldi ki, siz qadın hüquqları belə gəldi, nə bilim, qadın hüquqları belə getdi. Mən sözünüzü qadın olaraq başa düşmədim. Biz orada harda hüquqları pozmuşuq. Amma çünki dedilər ki, siz evdar xanım, nə bilim, qadınlar rolikin məğzi o deyil idi. Rolikdə görsənmirdi ki, bu evdar xanımdır deyil. Sadəcə yəni bilinirdi ki, bu qəsdən mane olur. Yəni bunun məqsədi ərinə futbola baxmağa icazə verməməkdir. Bu qadın işləyir, işləmir, uşağı var, yoxdur. Bu mövzulardan kənar. Axır nəsəbə belə bir кейs olmuşdu. Hətta bizə məktub da yazdılar rəsmi ki, yayımdan çıxardaq biz o reklam filmini. Əlbəttə ki, biz bunu eləmədik. Hətta mən reklam büdcəsini artırdım. Dedim büdcəni də artırın. Çünki mən elə düşünmürəm və mənə elə gəlir ki, o sadəcə hype üçün olunan bir şeydir. Yəni bank, kapital bank həmişə mərkəzi yerlərdə olurdu. Həmişə diqqət mərkəzində olur. Ona görə bəzi bankların məsələn elədiklərini biz eləyəndə eyni tipli bir şey eləsək, bizdə əks reaksiya görə bilirik, amma başqa banklara məsələn çox da fikir verən olmur. Bankda olmaz. Bank deməyim, şirkətlərə. Məsələn, bir dəfə elektronika şirkətinin bir reklamı var idi. Qadın orada oturub plisoslayır, nə bilim, nə edir ki, oturub orada, ay arvad gəl çay içək. Yəni ki, bu qadın hüquqlarının pozulmasıdır. Kişi oturub qadın iş görür. Məsələn, ona heç bir ictimai reaksiya olmadı. Amma Məncə amasında daha xeyirli oldu bu. Sizin reklamınız daha da çox populyar oldu. Mən büdcəni artırdım. Taksit kartına müsbət təsir elədi, nə deyim. Yəni neqativ кейs deyil idi, amma ictimai qınaq кейsi idi. Bir dəfə də bir zəfər günü üçün reklam çəkirdik. Əslində ideyası çox qəşəng idi, fərqli idi. Amma implementasiyası ilə, yəni şirkət o qədər bizi necə deyim, gözləntidən o qədər aşağı bir iş verdi ki, yəni özüm də gözləmirdim sözündüzü. Onu düzdür biz yayımladıq, çünki başqa kontentimiz yox idi həmin vaxtda. Amma səhərsi günün, yəni səhər saat 9-da mən onu yığışdırdım səhifədən və həmin şirkətin qalıq ödənişini elətdirmədim. Okay. Bu belə keyslərimiz olub məsələn. Yəni fərqli bizneslərin kollaborasiya haqqında danışmaq istəyirəm. Biz bilirik ki, həm Kapital Bank, həm Paşa Həyat həm bir-biri ilə kollaborasiya edirlər məhsulların təqdim olunmasında, həm Kapital Bank ekosistemin tərkib hissəsidir. Bu sizin fikrinizcə bir marketinq ekspertləri kimi bu zərurətdir yoxsa bir dəbdir? Yəni necə düşünürsünüz? Bu əslində optimizasiyadır. Yəni Kapital Bank Paşa Life-la da uzun müddət işləyib, yəni Paşa Insurance-la da, yəni Paşa Sığorta ilə də. Yəni bankın müştəri bazası çox böyükdür. Məsələn, Life və Paşa Həyat və Paşa Sığorta qismində götürsək, yəni o müştəri bazasına daha rahat, müştəri bazasına əlçatanlıqdır. Amma məsələn ekosistem perspektivindən isə bu biraz da optimizasiyadır o mənada ki, yəni müştəri, biz hamımız başa düşürük ki, rəqəmsal xidmətlərdən istifadə edən müştəri segmenti aşağı-yuxarı eynidir və hamımızın, yəni fintech olsun, sığorta olsun, yəni gəliri olan müştəri segmentinə biz xitab edirik. Çünki həmin müştəri segmenti bizə qazanc gətirir də, yəni profit gətirir. O baxımdan həm məsələn M10, Marketplace, bir bank, üçü də eyni zamanda müştərilərə fərqli növ cashbacklər, bonuslar və s. Amma bu müştərinin daha çox, yəni biz üçümüz də o müştəriyə hansısa loyalty təklifləri ilə gedirik, amma o demək deyil də ki, amma müştəri bir nəfərdir. Biz Ruslana üçümüz də oxşar hansısa təkliflər veririk və s. Bu nöqteyi nəzərdən ekosistemin rəqəmsal platformalarının, daha doğrusu holdinqə daxil rəqəmsal platformaların bir ekosistemə birləşməyi
həm də müştəri nöqteyi nəzərdən də rahatdır. Çünki müştəri bir təklif oxşar, edir artıq. oxşar mesajlar almayacaq və yaxud müştərinin daha çox qazanma imkanı olacaq. Çünki biz məsələn artıq engagement-a biraz fərqli cür yanaşırıq. Hansısa tasklar veririk də artıq ki, bunu elə, onu elə, bu qədər qazan. Yəni fərqli gamifikasiya alətlərindən istifadə edirik və eyni zamanda da maksimumunu çıxardırıq. Çünki biz görürük ki, bizneslərdə də görürük ki, hər məsələn tək həm bir bank, həm başqa rəqəmsal platformanın müştərisi olan müştəri daha loyaldır. Yəni bu həm də bizim üçün biznesin dərinə böyüməsinə və həm dərinə, həm genişləməsinə, böyüməsinə bir imkandır. Həm də bu customer centricity-də, misal üçün müştəriyə əgər misal üçün bizim кейsdən danışım, biz bu yaxınlarda bir yeni məhsul buraxdıq, kredit həyat sığortası. Kredit həyat sığortasının satış kanalı əsasən banklardır. Bu dünyada da bankassurance satış kanalı olaraq insuranceın əsas satış kanalına sayılır. Bu nəyə görə lazımdır? Təbii ki, bizə lazımdır biznes olaraq, həm də müştəriyə bu çox vacibdir. Çünki müştəri eyni sales point-dan həm kreditin əldə edir, həm sığortasını əldə edir. Fərqli yerlərə getmir. Bu customer journey danışdığımız, bayaq danışdığımızdan bu müştəri üçün çox faydalı bir, həm faydalı bir məhsuldur, həm də ki, faydalı bir, düzgün bir journeydir. Amma ondan da başqa şirkətlər nəinki bir-birlərinə collaboration edirlər, o cümlədən bizim şirkətlərimiz böyük digər startaplarla artıq başlayıblar kollaborasiya eləməyə. Misal üçün biz artıq robotics solutionları tətbiq edirik. Robotics solutionları nə üçün bizə lazımdır? Bu da daxildə bizim proseslərimizi optimizasiya eləyərək time to marketimizin vaxtını aşağı salır və nəticədə müştərimiz məmnun qalır. Super, əla. Son suallara gəlirik və süni intellekt barədə soruşmasam olmaz. Yəni əksər podkastlarda və yaxud müzakirələrdə bu mövzuya toxunulur və süni intellektin xüsusən də marketinq sahəsində çox aktiv istifadə olunduğunu biz görürük. Siz də bir marketoloq olaraq sizə sual belədir ki, süni intellekt marketoloqun dostudur yoxsa rəqibidir, potensial rəqibidir? Əlbəttə dostudur. Yəni onun başqa cavabı ola bilməz. Ən azından bizim dostumuzdur. Yox, məncə hamı ona o cür yanaşmalıdır. Çünki süni intellektdən də düzgün istifadə etmək üçün ona düzgün promptu vermək lazımdır. Yəni kreativ süni intellekt yığma obrazları gətirir, çıxarır da. Yəni fərqli şeylər çıxarda bilər. Amma sən o promptu ki düzgün yazmadan, sən ortaya heç vaxt da heç nə ala bilməyəcəksən. Yəni o brifi düz verəndə nəticəni daha yaxşı əldə edirsən. Ona görə biraz bizim üçün də challenge-dır ki, o düzgün brif verməyi öyrənməliyik. Hətta sözbə qüvvət artıq dünyada universitetlərdə belə bir ixtisaslar yaranır. Prompt engineering yaranır. Yəni necə zapros vermək lazımdır ki, düzgün cavab alasan. Yəni ki, bu necə vacibdir də. Yəni bu bizim dostumuzdur təbii ki. Biz gedib öyrəniriz. Nə vaxtsa əvəz eləyəcəyimiz süni intellekt insanı. Keçən dəfə desən Elon Musk'ın bir statı var idi. O demişdi ki, 2050-ci ildə-mi? Yəni onun var elə bir hipotezası ki, yəni şuuru əvəz edə biləcək nə vaxtsa süni intellekt. Ümid edirik o ilə çatarıq. İnkişaf tempinə baxıb yəqin ki daha da tez olma ehtimalı var bəlkə. Hə, var və trend də ona gedir, amma bir çox sci-fi filmlər də çəkilib də o mövzuda. Yəni mən də maraqlı olacaq da baxaq. Pojivem увидим, как говорится, да. Bu süni intellektlə yaradılan məzmun kontent o kreativliyi öldürür yoxsa yerinə düşürsə yəni insan kreativliyi var ki, insan onu generate edir. Bir də var süni intellektin yaratdığı kreativ. Kreativ insan həmişə kreativ insandır da. Baxın, siz stəkana baxanda burada yalnız içində su görürsünüzsə, bu bir baxış nöqtəsidir. Amma siz stəkana baxanda orada işığın çalarlarını görürsünüzsə, nə bilim, göy qurşağının rənglərini görürsünüzsə, onu fərqli obyekt kimi görürsünüzsə, sizin üçün o masanın üstündə deyil, havada uçan, nə bilim, yad planetli təyyarəsidir, ola bilər. Bu sizin təxəyyülünüzdür də.
Yəni ona görə də süni intellektdən də nəticəni əldə etmək sizin təxəyyülünüzə bağlıdır. Baxır nə qədər sizin düşüncəniz sərhədsizdir. Yəni hansısa çərçivələrdə düşünürsünüzsə, aldığınız nəticə də həmin çərçivəyə uyğun olacaq. Məncə kreativlik düzdür, bu insan içində olmalıdır, amma həm də biraz öyrənə bilinən skillsdir. Və sənə AI da kömək eləyir ki, daha tez Насмотренность нужна, я согласна. Однозначно. Но это, например, нужно маркетологу. Да. Bəli. Но, наверное, не художнику, да? Художник может научиться технике. Texnikanı öyrənə biləcəksən də. Bunu bax bu üçbucağın kölgəsini işıq buradan düşəndə belə verəcəksən. Amma özün sıfırdan üçbucaq yarada bilməyəcəksən. Bunun üçün səndə o həmin təxəyyül olmalıdır. Yəni AI sənə kömək eləyir ki, benchmarkları daha tez araşdıra biləsən. Yəni dünyada nə baş verir, bütün searchlərdə axtarmaya biləsən, tək bir platformadan edə biləsən. Amma orada da sourcelara baxmaq çox vacibdir. Çünki AI mənbələri bəzən mötəbər olmur, yəni və AI-ın verdiyi məlumat da qeyri-dəqiq olur. Məsələn, Google-dan fərqli olaraq sourceları ayrıca getdik. Google-a nəyisə yazanda sən bütün məqalələri görürsən, özün analiz edib qərar verə bilərsən ki, bu mötəbər qaynaqdır, buna mən etibar eləyə bilərəm. Bəli. Amma AI-da məncə spesifay eləmək lazımdır ki, məlumatı verəndə source-unu da göstər. Prompt da onun üçündür ki, öyrənəsən ki, source nədir. Bəs ümumiyyətlə gələcəyin marketinq peşəsini necə təsəvvür edirsiniz? Yəni bütün bu dəyişikliklər, bu dinamikanı nəzərə alaraq 5-10 il ərzində sonra necə olacaq marketinq sahəsi? Məncə siz çox uzağa getdiniz. Mən futurist deyiləm. Amma bəzən futuristlərin bankinglə bağlı, məsələn, Emerge-də çox maraqlı bir çıxış var idi futuristdən. O qədər fərqli şeylər gəlir ki, yəni məncə bu qədər 5 ilə 10 ilə indidən proqnoz vermək bizim üçün bir qədər çətin olar. Çünki dəyişikliklərin sürəti çox yüksəkdir. Və bəzən bizim özümüzün 5 ilə gözlədiyimiz bir baxırsınız ki, bir ilin içində hansısa mövzu aktuallaşır, aktuallığını itirir və növbəti mərhələyə keçir. Yəni mən proqnoz verməzdim. Amma ümumi bəlkə cavab versək, məncə bu daha çox growth hackerə çevriləcək, yəni daha çox şirkətin profitini artıran bir funksiya olacaq. O cümlədən innovasiya və texnologiya da onun yanında olmalıdır paralel. Yəni digital bir obrazdır ki, kim digital alətlərlə daha da dəqiq belə şirkətin gəlirliyinə daha da təsir edən bir şey. Digital alətləri yəni istisna etmək mümkün deyil. Çünki bizim məsələn artıq uşaqlarımız onlar smartfondan başqa telefon görməyiblər. Və onlar heç təsəvvür eləyə bilməzlər ki, biz qabaq nə vaxtsa telefon zəng eləyəndə bu o prosesin bu cür olduğunu heç təsəvvür etmirlər ki. Bəli, onlar üçün artıq smartfon və digital environment native-dir, normaldır, new normdur. Ona görə də digital olacaq, fərqli dimension olacaq. Yəqin ki, artıq məsələn siz smart eynəklərinizi geyinəcəksiniz, taxacaqsınız, oradan order eləyəcəksiniz. Yəni bir çox texnologiyalar var da ki, nə bilim, soyuducu özü onlaynda sifarişlərini eləyir, delivery gətirir və s. Bunların bir next level-ı da olacaq. Yəni bunsuz yəqin ki, mümkün deyil. Yəni də yaşayıb görərik. Sonuncu sual ondan ibarətdir ki, marketinq sahəsində məlumatlı olmaq üçün siz özünüz hansı resurslardan istifadə edirsiniz? Yəni gündəlik trendlər olsun və yaxud marketinqin inkişafını necə izləyirsiniz? Mənim üçün əsas bir neçə source var ki, harda mən həm marketinq izləyirəm, həm də ki, customer experience izləyirəm. Marketinq tərəfdən ən sevdiyim yerlər, lokasiyalar bu HubSpot-dur və Gartner-dır. Düzdür, Gartner-ın reportları bəzən pullu olur, amma light versionları pulsuz da tapmaq olur. Bəlkə bizə baxan kimsə faydalanmaq istəsə ondan faydalana bilər, amma customer experience tərəfindən Nielsen çox yaxşı bir source-dur. Hardakı bütün customer experience trendlərin, toolların hamısını oradan götürüb baxıb implementasiya etmək mümkündür.
Güney xanım, sizin təcrübənizdə siz hardan trendlərdən məlumat Mən alırsınız? bestseller kitablara baxıram. Sadəcə mənim kitab adlarına yaddaşım yaxşı deyil, ona görə indi tövsiyə edə bilməyəcəm. Amma daha çox məsələn diqqət etdiyim insana bağlı, yəni müştəriyə bağlı olan məqamlarda, behaviorda və s. məsələn bu mövzulara diqqət eləyirəm. Çünki nəticədə bizim bütün qərarlarımız unconsciousdır, yəni şuuraltıdır. Ona görə də biz marketoloqlarda, yəni bizneslarda o şuuraltı qərarların içinə necəsə girməyi öyrənməlidir. Ona görə o mövzulara baxıram özüm ayrıca. Biz indi keçirik ikinci hissəyə və biraz əyləncəli hissədir. Bu barədə sizə öncədən məlumat vermədim. Sürpriz olsun deyə istədim. Nəzərə alaraq ki, siz Günel xanım özəlliklə Ruslan siz də intellektual oyunları sevirsiniz və kim harada nə zaman oyunda Mən orada ancaq maliyyə mənbəyiyəm. Amma bizim Mən də əl podkastda çalaram siz artıq iştirakçı kimi bir komanda olaraq birlikdə indi çıxış edəcəksiniz. 3 blitz sual verəcəm, hərəsi 20 saniyə ilə ikiniz müzakirə edib cavab verəcəksiniz və axırda qara qutu olacaq. O 1 dəqiqəlik sual və qara qutu ilə bağlı olan sualdır. Komanda olaraq çalışırsınız. Hazırsınız buna? Yox. Mən belə başa düşdüm ki, başqa seçim qoymursunuz ona görə. Yaxşı ki, bizdə telefon və süni intellekt yoxdur, özümüz hamısını indi düşünəcəyik. Sual. Bu kampaniya öz brendin adı əvəzinə məhsulun üzərinə fərqli insanların adlarını yerləşdirmişdi. Vaxt getdi. Coca-Cola idi. Amma brend olaraq brend qalmışdı, altda da yazılmışdı. O sayılır bilmirəm. Necə düşünürsən yenə? Cola qalmışdı, adlar var idi, başqa brend olmadı. Bizim cavabımız koladır. Hə, cavab cola. Okay. Avstraliyada 2011-ci ildə başlanan və dünya üzrə viral olan bu kampaniyanın adı Share a Coke adlanırdı və bu Coca-Cola idi. Düz cavab verdiniz. Bu asan razaqrev sualı idi. İkinci sual. The Epic Split brend məhsulunun stabil və dəqiq idarə olunması haqqında idi. Brendin adını deyin. Vaxt getdi. Bir dənə də nə onu? The Epic Split brend məhsulunun stabil və dəqiq idarə olunması haqqında idi. Twix. Hələ saniyələriniz var. Bilirsənsə, okay. Bilmirəm, I assume so. Okay. Because onların reklamları idi da, это палочка так, ta палочка так, здесь технология так. Okay, Güneli qəbul Vaxt zaten bitdi. Bu reklamı hamınız bilirsiniz və bəlkə də mən onu bu reklam barədə eşidəndə fikirləşdim ki, bu reklamda çəkilən şəxs Azərbaycanın ən məşhur qaynatasıdır. 2013-cü ildə Jean-Claude Van Damme'ın iştirakı ilə Volvo treklərin reklamı yayılmışdı və onun adı The Epic Split idi. Okay. Çıxmısan 2010-cu ildə 10 il keçibir. 10 il yox, 11 il. 11 il, dəqiq olaraq. Bir həftədən sonra 12 il olacaq. Daha da geridən olan bir marketinq kampaniyası haqqında 3-cü sual gəlir. Dinləyin. O gerçəkdir. Onlar gerçəkdir. Bu dialoq məhz bu məhsulun maskotları və yeni ilin simvolu arasında baş vermişdi. Hə, çox şey deyirəm. O gerçəkdir. Hə, şeydə konfetkalardır. Konfetkalar. M&M'slərdir deyəsən, hə. Hə, doğru cavab. 1996-cı ildə yeni il ərəfəsində yayımlanmış reklam çarxı Santa Claus və M&M's maskotlar arasında baş tutmuşdu. Afərin, 2 suala düz cavab verdiniz. Məncə o Epic Split'i də düz saya bilərik. Çünki imенно Twix'in storiesi idi o. Van Damme'ın ayaqları Twix'dədir. Bəlkə də. Amma indi ən çətin sual gəlir və qara qutu gəlir. Zəhmət olmasa qara qutunu. Onu əlavə eləyərik biz. Təşəkkür edirik. Sual çox qısadır. 1 dəqiqə vaxtınız olacaq. Çox kreativ bir belə deyək, məhsul haqqındadır. Sual belə səslənir. Küncləri axtarmayın. Biz onları artıq tapmışıq. Bu dadlı məhsul öz orijinal formasına görə
rəqiblərindən fərqlənir? Nəsə bir yumru bir şey olmalıdır. Yəqin ki, külləri axtarmayın. Dadlı yeməli bir şeydir. Yumrudur. Ritter Sport değil, konfet. Son коробка немножко большая для этого. Ну, может быть, da, balaca şeydə qoyublar, bağlayıblar üstü. Külləri axtarmayın, biz onları tapmışıq. Что там дальше? Yəni sloqan bu idi. Bu hansı dadlı məhsulun fərqli formasına görə Fərqli forması var bunun. rəqiblərindən forması var. fərqlənir. 15 saniyəniz var. Ritter Sport değil. Əksər vaxt bunu duty free-də alınır. Ha, Toblerone? Toblerone. Toblerone. Şokolad ama düz idi, görürsən. Cavab verdiniz və doğru cavab Toblerone'dur. Və bizə Bunları- Toblerone verirsiniz. Bunları sizə hədiyyə etmək istəyirik. Çox sağ olun. Duty free deməsəydim siz tapmayacaqsınız. Çətin idi. Duty free deyəndə niyə sırası tapıldı? Çünki düzfürdə başqa Çünki yaddakı Bileyi qədimdə Cütfridə həmişə Toblerone alıb Gərək gətirirlər. Çünki demə. Bakıda satılmırdı. Amma Gərək Toblerone'un demək. Amma indi qəşəng Bakıda satılır. Toblerone'un yaxşı marketinqidir ki, duty-free deyəndə complimentary goods kimi. Doğrudan. Həqiqətən çətin tapıldı. Çünki mən bu ərazidə Port Bazarda, Crazy Mall-da bunu tapmadım. Başqa yerdə tapdım. Həqiqətən çox çətindir tapmaq. Soxuman gərək duty free-yə gedərdim. Sizə təşəkkürlər. Yekun sualımız sağ olun. qalır bizim. İdeal şirkət o şirkətdir ki, davamını siz gətirin. Müştərisini sevir. Ruslan? Müştəri onun biznesinin ürəyindədir. Qəşəng də customer. Biz çox customer. Biz marketoloqlarıq. Siz Customer Başqa cavab da olmamalı idi. Təşəkkür edirik vaxtınıza görə, maraqlı cavablarınıza görə. dəvətiniz üçün. Çox sağ olun. Sağ olun.